Azərbaycan və Çexiya arasında qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə qarşılıqlı şəkildə siyasi dialoqun gücləndirilməsində, iqtisadi sferada daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri və mətbuata verilən bəyanatlar əlaqələrimizin yüksələn xəttlə inkişafından xəbər verir. 2025-ci ildə Azərbaycan Çexiyanın əsas neft tədarükçüsünə çevrilib. Azərbaycan neftinin Çexiyanın ümumi idxalına payı 42%-dən çox olub. Bu isə o deməkdir ki, Çexiya istifadə etdiyi neftin demək olar yarısını Azərbaycandan alır. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 10% artım deməkdir. Bu dövriyyənin böyük hissəsi Azərbaycan ixracının payına düşür. Azərbaycanın Çexiya ixracının əsas hissəsi, yəni 99%-ə yaxını enerji məhsullarıdır, yəni neft məhsullarıdır. Çexiya isə Azərbaycana daha çox sənaye məhsullarını ixrac edir. Bura daxildir avtomobillər, ehtiyat hissələri, sənaye avadanlıqları, tikinti materialları, dərman və kosmetika məhsulları. Nəticə etibarı ilə Çex Respublikasının baş nazirinin ölkəmizə səfəri çərçivəsində müzakirə olunan məsələlər və səsləndirilən fikirlər Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Həmçinin iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə zəmin yaradır.